Dövlət əmlakının sığortalanmasında ciddi nöqsanlar var. Bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, dövlət auditləri zamanı icbari sığorta haqqında qanunun tələblərinin tam icra olunmadığı müəyyən edilib. İcbari sığorta haqqında qanun tələbləri pozularaq təhlil edilən dövlət qurumlarının balansındakı bütün daşınmaz əmlakın sığorta müdafiəsi tam təmin olunmamışdır. Sığortalanma prosesi risk amilinə görə deyil, yalnız ayrılmış büdcə vəsaitinin limitinə uyğun icra edilmişdir. Müqavilələr üzrə sığorta hadisələrinin əksəriyyətində kompensasiya mexanizmləri işləməmişdir. Bəzi hallarda sığorta təminatına daxil olan iddialar üzrə hadisələrin baş verməsinə, uzun müddət keçməsinə baxmayaraq, sığorta şirkətləri tərəfindən öhdəliklərin icrası və ödənişlərin rəsmiləşməsi gecikmiş və ya tam təmin olunmamışdır. Sədr qeyd edib ki, bu səbəbdən sığorta risklərinin idarə olunması mexanizmlərinin gücləndirilməsi və həmin xərclər üzərində nəzarətin artırılması məqsədə uyğundur. Müzakirədə çıxış edən Maliyyə Naziri Sahil Babayev bildirib ki, 2029-cu ildə dövlət büdcəsində qeyri-neft qaz gəlirlərinin payının 70%-ə çatdırılması planlaşdırılır. Nazir valyuta ehtiyatlarının artımından da danışıb. Strateji valyuta ehtiyatlarımız bugünə artıq 88,4 milyard dollara çatmışdır. Bu da xarici dövlət borcunu 19,2 dəfə, ümumi daxili məhsulu isə təqribən 15% üstələyir. Dövlət neft fondundan büdcəyə transfer keçən il proqnoz səviyyəsində 8,5 milyard dollar məbləğində icra olunmuşdur və qeyd etdiyimiz kimi artıq 26-cı il büdcəsinin təqdimatı zamanı 26 və növbəti 3 il üzrə bizim proqnozlarımızda bu rəqəmlərin azaldılaraq 6 milyard dollara qədər çatdırılması planlaşdırılır. Büdcəmiz profitlə icra edilmişdir. Nazir bildirib ki, büdcədə neftin qiyməti 65 dollar götürülüb və bu konservativ yanaşma hesab olunur. Onun sözlərinə görə neftin qiymətinin daha yüksək ola biləcəyi ehtimalı nəzərə alınsa da, real büdcə ehtiyaclarına uyğun proqnozlar hazırlanır və əlavə gəlirlərin neft fonduna yönəldilməsi üçün müvafiq tədbirlər görülə bilər. Şəhla Poladova, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər.